O 2000 zalato kazoda cimon baş gelib xəstələ ayılır ki o bədbax. Acil bitti buradan. Özüm ölüm o. Yo Aygün'ün sözü mənə ki, güya ki deyir ki, mən Aslanla niyə qoşuldun? O da ki, mənə şey yazmışdı ki, gəl, nə var ki burada? Güya Ozan səni oynamayanda nə olur ki? Bu niyə danışmıyor? Bu niyə belə oldu? Yan görüm. Aygün deyir, Aytad nə yazmışsan? Aygün deyir, Ozan'ı görəndə nə deyəcəm? Nə deyəcəm mən? Nə deyə bilər ki? Yox, Aygün Nə deyək gəlib ki, sən Aslanla gəl. qəşəngcə söhbət edirəm. Kiminlərlə? Mən öz fikrimdə qoşulmuşam. Kimsə gəlib mən ağlım. Mumun gələlərini çağırır yayımına. Nətə? Yox, indicə burada... Çox yer mən söyə. Kim mən söyləyəcək orada? İzzət eşitirsən məni ya İzzət? Tamam Aslan, salam. Merhaba, Aygün geldi burada ne dedi getdi? Bilmirəm ki, Allah, mən bunu bilmirəm ki, nə deyim. Qurana and olsun, ona denən ki, başı qaçmasın. Onun bu yayımında gəlib, yəni söz atıb getməsin. Qurana and olsun deyirəm, yəni başqa cür olacaq bu şey. Hər şey tamam başqa cür olacaq. Aslan, bilirəm ki, sənin həyatın başqa, indiyə kimi nə idi, öz yerində sənin həyatın başqa, o həyat başqa. Yəni burada Yox, Ozanlar oradan deyir, getmə onun yayımına. Sən kimsə ki, kiməsə qadağa qoyursan ki. Ya, mən sən söz verəcəm, ya. Mən deyəcəm ki, Aslan Aygünlə tutmuyor. Oğlan oldu, keçən geçdi. Aygün başqa həyat yaşayır, Aslan başqa həyat yaşayır. Bu nə danışır? Bu nə danışır? Bu şeydə aparat danışır o. Aygünü qoş bura bir dənə. Qoş bura onu. İstəyatsa, Qoş bura onu. yoxdur indi, yoxdur. Mən kimsə mənə Yo, Aslan, bildim, bilsənicə, yəni indiyə kimi Aygün Aslan bir yerdəydi. Amma bundan sonra Aygün Aslan bir yerdəydi. Çünki Aslan başqa həyat yaşayır, başqa insanla, başqa evlilikdədir. Mən bugün cəriməm var, zəng gəlib malımdan deyirəm, mənə belə köməkliyi də ödəyim. Deyirsən, məndən pul istəyirsən. Birincisi, mən səndən pul istəmirəm, bir. İkincisi, mən anamı istəyirəm. Anamı götürüb anamın telefonunda mənə atır bloka. Sən kimsən ki, sən mən anamın telefonunda mənə götürüb atırsan bloka. Gizli, donur. Baş çatmıyor, Qurandan da olsun. Sən qadınla nə gözləyirsən? Müvəqqəti olaraq, yox, bir də o deyim ki, sənicə adam... Təzə oğlan tapdı özünə, şəkilin bizə göstərir. Mənə nə dəxli var, kim aldı səni, kim almadı? Bildim, müvəqqəti olaraq Ceyran Hamiyə sığınıbdı o. Biz də o, bu deyir ki, mənə falan məbləğ... Günəş yazır ki, Aslan, deməni niyə blok edib Aygün sözüylə? Kim blok edib? Aslan, qardaşım da rədd deyil o İzzəti. Danışığını bilmir. Eşləmir Aslan. Eşdirəm. O deyir ki, falan məbləğ lazımdır mənə, gedim evimi tutub öz ayaq üstündə durum. Mən onu gördüm canlısında, o məbləği yığam verdim. Mən dedim ki, Aygün sənə köməkli yiyəcə, məbləği yığarsan, deyir, ev pulun, başta ev danışmışam, evimin pulunu verim, gedim işləyim, özüm öz ayağım üstündə durum, pisiyor. Qardaş, özü bilərik, qaldı ki, onun gəlib kira tutub, kirada qalmağı bir ayına kimsə dəstək oldu, köməkli elədi, ödədi. İkinci ay nereden verəcək? İşləyirdin də, çünki sən günü 5 manata qalırdın evdə, işləyirdin Sumqayıtda. Niyə işləmədin axıra kimi? O deyir, kimsə versin, deyir, ver yeyim, ört yatım, gözlə canım çıxmasın, elə şey olur. Mən tezəndən... Aslan, məni danışırsınız, ya izlədilər. Məni görmüş ki, burada kiməsi dəstək olur. Səhər saat 6-da duram, xoruz banlamamış çıxıram işə, axşam gəlirəm evə. İşləyən belə olur, yoxsa da elə... Mən görmüşsünüz, burada kart koyan, kiməsi dəstək olan, mən olmayacaq. Prosta, içində bir deyir ki, Aygün, mən ev danışmışam, iş danışmışam, dedim ki, Aygün... Tamam, elə eləyəcəm, bırak. Kənan ancaq elə qardaşım. Ona dəstək gəlmir. Dedim, gəl mənim canlımda, o pulu yığa verəsinə dəstək olar. Verməsinə yazmışsan? Ancaq şey, qaqay... Siz mənim bir dənə direktimə yazın da, Hermes. Mən sizə takip atmışam. Hermes, bir dənə mənim direktimə yazın. Takibimi qəbul edə mənim direktimə yaz da, Hermes. Bizim bu bir səhifəyə yazmışsınız.
qoşulub, Rus səhifəmə qoşulub. Ozanla pek eləyirəm mən. Al rəqəmi. Tamam. Elmiş gözləyəcəm, bir dənə yazarsan mənə direkt. Ona deyirəm ki, qoşulub arvadla mənim dalınca plaskat eləməsin ha. Aygünlə qoşulub plaskat. Mənim bir də ki öz fikrim, mən kimlə oynayıram özüm bilərəm. Mənə kimsə şərt qoya bilməz. O özü bilər, mənim heç kəs şərt qoya bilməz. Kısa insansın. Allah'ım başım. Ha gelemez. O başka edip Allah. O zaman başka edip değil. Neyse. Ben oğlanım ya. Ozan oğuldu. Bak bura hakkı. Bir de böyle oğuldu. Kardeş yayın yayızını getdi narın sattı. Geldi kırmızı kofta aldı özüne. Ondan sonra. Gördün ha, nar getdi, nar getdi. Senin ayet gözündən gəlməsin. Ozan sən nar verdi. Dünən eşirdin narı. Diğer gözünde gelmesin. Duran Ozan sen nar ver. Değişirdin narı. Ne oldu? Ozan. Kırmızı paltar giyinen oğlandı. Kim olur ki? Qamış qulağı ye. İçmisən 4 Martda zəhərdən elə bilsən həyat səndir. Onunla nə yaşaş da, nə həyat yaşayırsan sən? Kim səndən örnək götürsün? Cavan insanları sən pozursan. Xəbərin var? Kız kimi bezen he. Kız kimi kırmızı kofta